Ağır xəstə də olsan, yaşamaq istəməsən də və xəstəliyinin müalicəsi olmasa da yenə də yaşamalısan. Çünki həkimlər cəllad deyil. Şotlandiyanın parlamenti bu qərarı verib. Məsələ burasındadır ki, ölkədə evtanaziya rədd edildi. Bu və digər maraqlı xəbərləri izləmək üçün isə bizə sona qədər baxın. Saf televiziyasında tibb xəbərlərinin vaxtıdır. Studiyada Günel İbadovadır. Avropada insanlar gənəyə qarşı vaksin olunurlar. Çünki bəzi infeksiyalara yoluxmuş gənələr onları dişləyəndə həyatlarını itirə bilərlər. Xüsusilə bu vaksin tələbələr üçün nəzərdə tutulur. Çünki tələbələrin qaldığı ümumi məkanlarda həddindən artıq bəzən natəmizlik olduğu üçün gənələr daha çox yayılır və infeksiya yoluxmuş gənələr də məhz burada tələbələrin həyatı üçün təhlükə törədir. Əgər xaricdə oxuyan övladınız varsa, bu gənə əleyhinə vaksinin vurulmağına mütləq nəzarət edin. Detalları izləyək. Gənəyə qarşı vaksində 70% effektivlik aşkarlandı. Lyme xəstəliyinə, yəni yoluxmuş gənələrin dişlənməsinə qarşı hazırlanmış yeni vaksin klinik sınaqlarda yüksək effektivlik nümayiş etdirib. Euronewsun məlumatına görə Amerika Birləşmiş Ştatlarının Pfizer və Fransanın Valneva şirkətləri tərəfindən hazırlanmış vaksin qarşısının alınmasında 70%-dən çox təsir göstərib. Məlumata əsasən 3 faza klinik sınaqları zamanı vaksin 5 yaşdan yuxarı şəxslərdə Lyme xəstəliyinin qarşısını almaqda 73,2% effektivlik göstərib. Tədqiqatda Avropa, Kanada və Amerika Birləşmiş Ştatlarından ümumilikdə 9400-ə yaxın sağlam könüllü iştirak edib. Lyme xəstəliyi yoluxmuş gənələrin dişləməsi ilə ötürülən bakterial infeksiyadır. Xəstəlik əsasən qızdırma, baş ağrısı, yorğunluq və dəri səpkisi ilə özünü göstərir və vaxtında müalicə olunmadıqda ciddi fəsadlara səbəb ola bilər. Hazırda bu xəstəliyə qarşı insanlar üçün təsdiqlənmiş vaksin mövcud deyil. Qeyd olunur ki, vaksinlərin təsdiqi üçün əsas meyarlardan biri xəstəlik riskinin ən azı 20% azaldılmasıdır. Son nəticələrdə bu göstərici 21,7% həddini keçərək tələb olunan minimum səviyyəni təmin edib. Amerika Birləşmiş Ştatları 10 ən çirkli ərzaqın adını elan edib. Bu siyahıda mənim sevimli şaftalım da var, ispanalım da. Yəqin ki, bu siyahıda olan ərzaqların əksəriyyəti məhz həmin ölkədə istehsal olunanlara aiddir. Çünki bizim ölkədə peptisitlərin bu məhsullarda yüksək dərəcədə olduğuna inanmaq istəmirəm. Çirkli ərzaqlar onluğu açıqlanıb. 2026-cı il üçün çirkli ərzaqlar onluğu siyahısına daxil edilən meyvə və tərəvəzlərdə yüksək səviyyədə pestisid qalıqları aşkar edilib. Amerika Birləşmiş Ştatlarının Environmental Working Group tərəfindən yayımlanan hesabata görə xüsusilə ispanaq, çiyələk və üzüm kimi məhsullar ən çox çirklənmiş qidalar sırasındadır. Siyahıda həmçinin şaftalı, albalı, alma, armud, kartof və qaragilə də daxildir. Araşdırma zamanı 47 növ məhsul üzrə 54 mindən çox nümunə yoxlanılıb və onların əksəriyyətində bir neçə pestisid izinə rast gəlinib. Hətta yuyulub təmizləndikdən sonra belə məhsullarda 264 müxtəlif kimyəvi maddə aşkarlanıb. İlk dəfə olaraq nümunələrin 60%-dən çoxunda kimyəvi maddələr kimi tanınan PFAS da müəyyən edilib. Mütəxəssislər bildirib ki, pestisidlər uzun müddətli təsirdə xərçəng, hormonal pozuntular və reproduktiv problemlərlə əlaqələndirilir. Bununla belə US Environmental Protection Agency bu maddələrin müəyyən hədlər daxilində təhlükəsiz sayıldığını qeyd edib. Ekspertlər meyvə tərəvəzlərdən imtina etməməyi, lakin onları yaxşı yumağı tövsiyə edib. Uşaqların əməliyyatında və müalicəsində süni intellektdən istifadə etmək etikdirmi? Alimlər bu sualın cavabını axtarıblar və tədqiqatda məlum olub ki, məhz uşaqların sağlamlığı və təhlükəsizliyi üçün süni intellektdən istifadə, xüsusilə həkimin nəzarəti olmadan istifadə çox təhlükəlidir. Detalları izləyək. Uşaq cərrahiyyəsində süni intellekt müzakirəsi. Uşaq cərrahiyyəsində süni intellektin tətbiqi tibbdə yeni imkanlar yaratsa da, etik problemləri də gündəmə gətirir. World Journal of Pediatric Surgery jurnalında 25 mart 2026-cı ildə dərc olunan məqalədə bu sahədə əsas çağırışlar təhlil olunub. Tədqiqat 4 əsas etik prinsip üzərində qurulub. Muxtariyyət, faydalılıq, zərər verməmək və ədalət. Araşdırmaya görə süni intellekt cərrahi risklərin proqnozu
diaqnozlaşdırılması, nadir anadan gəlmə xəstəliklərin diaqnostikası və əməliyyatdan sonraki fəsadların öncədən müəyyən edilməsində istifadə olunur. Bu texnologiyalar daha dəqiq nəticələr versə də, pediatrik pasientlərdə məlumat azlığı və inkişaf fərqləri səbəbindən yanlış proqnoz riski qalır. Məqalədə vurğulanır ki, məlumat məxfililiyi, kiber təhlükəsizlik və sistemlərin şəffaf olmaması onların tətbiqini çətinləşdirir. Müəlliflər bildirir ki, süni intellekt yalnız həkim nəzarəti ilə istifadə olunmalı və pasiyent təhlükəsizliyi əsas prioritet kimi qorunmalıdır. Ölümcül xəstəlik və yaxud da dözülməz ağrılar varsa, bəzi ölkələrdə, dövlət xəstəxanalarda bu cür xəstələrin həyatına son verilir. Buna evtanaziya deyilir. Şotlandiyada evtanaziyanın tətbiq edilməsi ilə bağlı müzakirələr başlamışdı. Lakin nəticə mənfi oldu. Yəni, parlament iştirakçıları həkim cəllad deyil deyib, insanların həyatına süni şəkildə son verməyi təsdiqləmədi. Şotlandiyada evtanaziyanın leqallaşdırılmasını nəzərdə tutan qanun layihəsi parlamentdə emosional müzakirələrdən sonra rədd edilib. Britaniyalı siyasətçi Liam McCarthy tərəfindən irəli sürülən təşəbbüs sağalmaz xəstəliyi olan yetkin şəxslərə tibbi yardım vasitəsilə həyatlarına son qoymaq imkanı verir. Lakin səsvermədə layihə 69-a qarşı 57 səslə qəbul edilməyib. Müzakirələr zamanı əleyhdarlar əsasən insanların bu qərara məcbur edilə biləcəyi ilə bağlı narahatlıqlarını bildirib. Bəzi deputatlar isə əlilliyi olan şəxslərin və digər həssas qrupların risk altında qalacağını vurğulayıb. Digər tərəfdən də tərəfdarlar bunun əziyyət çəkən insanlar üçün seçim azadlığı olduğunu bildirib. Layihəyə görə pasiyent 2 dəfə yazılı müraciət etməli və həkimlər tərəfindən təzyiq altında olmadığını təsdiqləməlidir. Buna baxmayaraq, parlament üzvlərinin bir hissəsi palliativ qayğının gücləndirilməsinin daha vacib olduğunu qeyd edib. Nəticədə Şotlandiya Böyük Britaniyada evtanaziyanı leqallaşdıran ilk region olmaq imkanını itirib. Səhər tezdən 2 qaynadılmış yumurta və yaxud da qayğanaq yemək nəyə görə xeyirdir? Ümumiyyətlə soyutma yumurta yoxsa qayğanaq suallarının cavabını dietoloq verib. Nə yaxşı ki, qayğanaq. Çünki mən qayğanağı soyutma yumurtadan daha çox sevirəm. Maraqlı xəbərdir. Baxaq görək Kəmalə Osmanova detallarda nə deyəcək? Niyə dietoloqlar səhər yeməyində yumurta tövsiyə eləyir? Səhər yeməyində yumurtanın yer alması sağlam qidalanma baxımından düzgün seçim hesab olunur. Bu barədə Zdarovye Mail portalına danışan endokrinoloq dietoloq Natalya Kovalyova bildirir ki, yumurta həm qida dəyəri, həm də faydalı tərkibi ilə ideal səhər yeməyi variantıdır. Mütəxəssisin sözlərinə görə sağlam insan gündə 1-2 yumurta qəbul edə bilər. Bir ədəd yumurta orqanizmin gündəlik zülal ehtiyacının təxminən 10%-ni ödəyir. Həmçinin yağlar, fosfolipidlər, vitaminlər və mikroelementlərlə zəngindir. Xüsusilə selen, yod, sink və mis kimi vacib maddələrin əhəmiyyətli hissəsini təmin edir. Yumurta yüksək keyfiyyətli zülal mənbəyidir və tərkibində orqanizm üçün vacib olan bütün amin turşuları mövcuddur. Bu, əzələ kütləsinin qorunması və bərpası üçün mühüm rol oynayır. Eyni zamanda yumurtada D, A və B qrup vitaminləri yer alır ki, bu da immun sisteminin güclənməsinə, sinir sisteminin düzgün fəaliyyətinə və görmə qabiliyyətinin qorunmasına dəstək verir. Dietoloq tövsiyə edir ki, yumurta mümkün qədər az yağla bişirilsin və tərəvəzlərlə birlikdə istehlak edilsin. Bu halda həm qida dəyəri artır, həm də yemək daha balanslı olur. Bugün olan səhiyyə xəbərlərimiz bu qədər. Dünyada və ölkədə baş verən ən vacib tip xəbərlərini bizdən izləyin. Unutmayın, bilmək hər zaman bir addım öndə olmaq deməkdir. Özünüzü və doğmalarınızı qoruyun. Sağ olun, salamat qalın.